Здравствуйте, дорогие друзья! Еще раз давайте продолжим. Birinci hissəmizdə biz eyni kökdən yaranan, amma fərqli mənalarda, məntiqcə fərqli yerlərdə işlənən feillər haqqında danışdıq və gəlin davam etdirək bu mövzumuzu. Daha iki feilimiz haqqında danışaq. Bu починить və ремонтировать feilləridir. Hər iki feilimiz bizim Azərbaycan dilinə təmir etmək mənası kimi tərcümə olunur, lakin rus dilində məntiqcə fərqli yerlərdə işlənir və fərqli mənalar verir. Gəlin baxaq. Qlaqol починить feilimizin mənası təmir etmək olsa da, bu daha çox yamamaq, məsələn, ayaqqabılar haqqında danışırıq, köhnə ayaqqabılardan gedir söhbət. Həmçinin qırılmış, sınmış əşyaların, elektrik əşyalarının, maşının, evdəki kommunal xidmətlərin, məsələn, kranın qırılması, nə bilim, duşun qırılması, qazın qırılması, sırf əşyanın qırılmış bir şeyin düzəldilməsi haqqında istifadə olunan bir feildir. Допустим, сапожник починил старый сапог. Çəkməci köhnə çəkməni təmir etdi. Yəni gördüyümüz kimi yamadı kimi istifadə edirik. Feilimiz bu mənada istifadə olunur. Eləcə, dядя починил сломанный стул. Dayım qırılmış stulu təmir etdi. Yəni qırılmış ola bilər, ayağı qırılmış və yaxud harasa qırılmışsa onu düzəltdi. Və yaxud maşın haqqında dediyimiz kimi istifadə edə bilərsiniz. Допустим, у меня deyə bilərsiniz, допустим, сломан аккумулятор. Akkumulyator mühərriki sınmışdı. Я его починил. Mən onu təmir etdim. Yəni düzəltdim. Ремонтировать feili və həmçinin bir də günlük həyatda istifadə etdiyimiz делать remont birləşməsi isə sadəcə təmir etmək deməkdir. Yəni bu feilin kökündə qırılmış bir şeylərin düzəldilməsi haqqında məlumat verilmir. Bu sadəcə təmir etmək deməkdir. Yəni qırılmaya da bilər. Ümumi olaraq bir təmir işləri görmək, türk dilində desək, təmir, tadilat işləri etmək mənasını verir. Ремонтировать feilimizin отремонтировать variantı var. Отремонтировать təbii ki совершенно bitkin tərs feilidir feilimizin. Мы купили новую квартиру и отремонтировали ее. Biz yeni mənzil aldıq və onu təmir etdik. Yəni sadəcə bir yeniləmə etdik, bir güncəllənmə etdik. Belə desək daha doğru olar. Gəlin bugün biz sizinlə belə bir sistemə başlayaq. Müxtəlif peşələr haqqında mən tapa bildiyim və əldə etdiyim maraqlı məlumatları sizinlə bölüşəcəm. Bilirəm ki, mənim seyircilərimin arasında müxtəlif peşələrdən olan insanlar var. Bugün biz iki peşə haqqında danışacağıq. Hüquqşünaslar və həkimlərin peşələrindən tapa bildiyim maraqlı faktları sizinlə bölüşəcəm. Amma ilk öncə gəlin mövzumuza aid olan lüğətimizə baxaq, görək lüğətimiz nədir. Произошло feilimiz. Feilimiz təbii ki произойти feilindən yaranıb. Произойти feilimiz baş vermək, əmələ gəlmək anlamını verir. Произошло bunun keçmiş zamanda orta cinsə istifadə olunan bir variantıdır. Означавший sözü. Sözümüz feili sifətdir rus dilində. Причастие deyilir feili sifətə. Bildirən deməkdir. Означать feilindən yaranıb, yəni bildirmək feilindən yaranıb. Prava, hüquq, haqq anlamını verir. Законность, yəni qanunilik anlamını verir. Sırf qanun anlamında istifadə olunur. Слово женского рода. Происходит feilimiz yenə də произойти feilimizin, əmələ gəlmək feilimizin indiki zaman variantıdır. Настоящее времясıdır. Происходить feilin yenə baş verir, əmələ gəlir anlamını verir. Tak. Правосудие, ədalət deməkdir. Antiçni, слово женского рода, bu da qədimlik, antiklik anlamında istifadə olunur. Присутствовать, olmaq, iştirak etmək. Bogиня isə ilahə mənasını verir. Yəni bildiyimiz hər hansı bir ilahə, tanrı anlamında istifadə olunan bir sözdür. Справедливый, слово женского рода, ədalət deməkdir bu da. Благозаконие, bu da yenə bizim dilimizdə qanunilik anlamında istifadə olunur. Mşeniye, intiqam, qisas, predşeственник, sələf deməkdir. Sələf dediyimiz, yəni bizdən öncə
bizdən öncə yaşayanlar anlamında, bizdən öncə bu işlə məşğul olanlar anlamını verir. Bizdən əvvəlki illərdə, yəni mənasında, əsrlərdə ola bilər. Лишь ancaq, выступление çıxış, защита müdafiə, отстаивать или же отстоять. Отстоять feilimizin совершенный vididir. Müdafiə etmək, tərəfini qorumaq anlamında istifadə olunur. İsxadə iz этого, buna əsaslanaraq və yaxud bundan irəli gələrək mənasında istifadə olunur sözümüz. Следует, olmalıdır, lazımdır. Pravata, həqiqət və doğruluq deməkdir. Теперь давайте посмотрим текст və tekstimizə baxaq görək tekstimizə nə haqda danışılır. Əgər yanlış bir şey varsa, hüquqşünas olan şəxslər təbii ki, orada sizə etirazınızı bildirə bilərsiniz. Amma mən sadəcə internetdən götürdüyüm bir mətni sizə oxuyub tərcümə eləməyə çalışacağım. Слово юрист произошло от латинского «юс», означавшего право, законность. Yəni, yurist bizim hüquqşünas dediyimiz söz, Latın dilindəki yus sözündən əmələ gəlib. Yus sözü bizim dilimizə çevirdikdə hüquq və yaxud qanunilik anlamını bildirir. От этого же слова происходит и юстиция, правосудие, судебные органы. Həmin sözdən də юстиция sözü yaranır. Bu da tərcümədə ədalət və məhkəmə orqanları anlamını verir. Юриспруденция появилась еще во время античности. Yəni, hüquqşünaslıq elm kimi daha qədim zamanlarda, antik dövrlərdə yaranmışdı. Уже в древней Элладе присутствовала богиня правосудия Фемида. Qədim Ellada dövlətində, yəni Ellada bilirsiniz, qədim Yunanistanda bir şəhər olub. Elladada artıq ədalət ilahəsi, tanrısı Femida vardı. Hal-hazırda da bilirsiniz ki, məhkəmələrdə, əgər yanlış deyiləmsə, hüquqşünaslar bunu yaza bilər, məhkəmələrdə gözləri bağlı halda əlində tərəzi və qılınc tutmuş ilahələr, heykəlciklər olur. Богиня правды и справедливости Dike, yəni həqiqət və ədalət ilahəsi Dike və həmçinin Богиня благозакония и Богиня Mşini, həmçinin qanun və daha doğrusu qisas ilahələri varmış. Предшественниками юриста были софисты Древней Греции. Hüquqşünasların sələfləri qədim Yunanistanda yaşayan sofistlər olub. Onlara sofistlər deyirlərmiş. Но софисты помогали лишь гражданам подготовиться к выступлению в суде при защите своих интересов. Lakin sofistlər insanlara, yəni sadə insanlara, mülki insanlara məhkəmələrdə öz maraqlarını qorumaq üçün çıxışlarına kömək edirlərmiş. Yəni, adi insanlar, təbii ki, sofistlər deyil, insanlar özlərini ancaq müdafiə edə bilərlərmiş və o insanlara o mühakimədə çıxış etmək üçün kömək edirlərmiş. В Древней Греции каждый должен был отстаивать свои интересы лично. Qədim Yunanistanda hər bir şəxs öz maraqlarını özü qorumalıymış. Исходя из этого, софисты давали юридическую консультацию. Bundan irəli gələrək və yaxud buna əsaslanaraq sofistlər hüquqi konsultasiya, yəni məsləhət verirlərmiş. Что и как следует говорить в суде? Məhkəmədə nə və yaxud necə danışılmalı, necə deyilməlidir? Каким образом можно отстоять свою правоту? Və hansı yolla, hansı üsulla öz həqiqətini qorumalısan, özünü bəraət etdirməlisən və yaxud da özün işini qazanmalısan kimi bu və sair prosedurları insanlara, sadə mülki insanlara öyrədirlərmiş. Hüquqşünaslar haqqında tapa bildiyim, yəni antik, qədimlikdən irəli gələn bir neçə maraqlı faktımız budur. Növbəti hissəmizi izləməyi unutmayın. Növbəti hissəmizdə də həkimlərin haqqında maraqlı və yaxud həkimlik peşəsi haqqında maraqlı faktlarımız var. До свидания, берегите себя.